etmişik və o layihədə deməli, İlmələr Xalçaçılıq Dərnəyi mövzusu ilə iştirak eləmişik və bu layihənin qalibi olmuşuq. Və artıq layihənin icrasına start verilib və layihə ilə bağlı işçi qrupu yaradılıb. Deməli, Xalçaçı Peşə Məktəbinin müəllimi Esmira Musayevanın rəhbərliyi ilə işçi qrupu təşkil edilir və bu layihə rəhbəri mənəm, layihə məktəbimizdə icra olunur. Bilirsiniz ki, Cəbrayıl rayonu ümumilikdə Cəbrayılın sənətkarlığında, yəni xalçaçılıq da mühüm yer tutur, xalçaçılıq peşəsi mühüm yer tutur. Bizim bu layihəni icra etməkdə əsas məqsədimiz bu qədim xalq sənətini qoruyub saxlamaq, gənc nəsillərə ötürməkdir. Çünki Cəbrayıl xalçaları dünyada məşhur olan xalçalardır. Ümumiyyətlə, Azərbaycanın xalçaçılıq sənəti dünyada məşhurdur. Hətta mənim oxuduğum, yəni məlumatım var ki, yəqin ki, sizlərin də məlumatınız var, yoxdursa çatdırıram sizə. Deməli, Cəbrayıllı ziyalılardan biri, dünya ölkələrindən birində, səhv etmirəmsə Almaniyada olarkən, öz Cəbrayılın xalçasını orada görüb, muzeydə nümayiş elətdirilmiş və çox yüksək qiymətə, deməli, bu xalça satılırmış o muzeydə. Görün ki, bizim nənələrimizin bu gözəl sənətkarlıq inciləri, nümunələri artıq dünya şöhrəti qazanmışlar. Bu bir nümunədir, mən sizə dedim. Yəni, xalçaçılıq sənəti inkişaf etdirmək və gənc nəslə çatdırmaqdır bizim məqsədimiz və layihədə də 8-9-cu siniflərdən 20 şagird 10 xana da deməli, xalçat oxuyacaq, təhvil verəcək və bu xalçalar da layihənin sonunda da həmin müsabiqədə, layihədə iştirak edən, layihə iştirakçısı olan şagirdlərimiz deməli, sertifikatla tərtib olunacaqlar. Yəni, bu bizim ilk addımımızdır. Sonra layihənin davamlılığı gözlənilir və gələcəkdə də biz bu layihəni davam etdirəcəyik və bu peşəni öz şagirdlərimizə öyrədəcəyik. Bu işdə sizə uğurlar arzulayıram. İnanıram ki, bizim bu layihəmiz uğurla başa çatacaq və öz vəzifəmizi, üzərimizə götürdüyümüz öhdəliyi uğurla başa vuracağıq. Bu işdə mən xalçaçı qızlarıma, eyni zamanda işçi heyətimizə uğurlar diləyirəm. İndi isə sözü